Bugünkü dərsimiz məskunlaşma formalarıdır. Bu dərsimizdə məskunlaşma formaları, urbanizasiya, aqlomerasiya və meqalopolislər haqqında biz izaha keçəcəyik. Deməli, məskunlaşma formaları, iki cür məskunlaşma formaları var. Birincisi kənd və şəhər, yəni əsas bunlardır. Yəni şəhər tipli, kənd tipli, digər qəsəbədir və yaxud da digər məhəllədir. Bunlar onların daha kiçik formasıdır. Ən əsası ancaq belə deyək də iki əsaslı formadır. Bir kənd, bir də ki şəhər. Ümumiyyətlə kənd yaşayış tiplisidir. Ümumiyyətlə kənddə də məsələn tərif də versək belə, əhalinin belə deyək də çox hissəsi kənd təsərrüfatı ilə məşğul olan bir yaşayış formasıdır, məskunlaşma formasıdır. Şəhərdə isə təbii ki bu proses əhalinin sayının 5000-dən, nə bilim 1000 nəfərdən və yaxud digər indi bu növbəti hissələrdə qeyd edəcəyik şəhər anlayışını və əsasən də xidmət sahələrində daha çox çalışanlardır. İndi burada kənd yaşayış belə deyək də məntəqələrində məskunlaşmasında əsasən iki belə deyək forma var kəndlərdə. Bir belə deyək qrup və dağınıq. Qrup nədir? Yəni qrup komplekt şəkildə müəyyən bir nə bilim 500 ev, nə bilim 50 ev, 60 ev, 70 ev fərqi yoxdur da, yəni say müxtəlif ola bilər. Yəni kənd daxilində qrup şəklində yerləşməsidir, məskunlaşmasıdır. Bunlar əsasən daha çox belə deyək Avropa ölkələrində, Azərbaycanda, Afrikada, Asiyada və bu kimi ölkələrdə geniş yayılıb bu forma. Yəni kənd yaşayış məskənlərinin qrup forması. Əsasən Asiyanın da əsasən şərqi, ondan sonra Cənub Asiya regionlarında bu daha çox üstünlük təşkil edir. Dağınıq necədir? Dağınıq ferma belə deyək də formasında ferma tipli kənd yaşayışıdır. Yəni məsələn bir kənddə bir neçə ailə yaşayır və hər ailənin də məsələn yüzlərlə hektar sahəsi var. Dağınıq formada. Məsələn biri məsələn müəyyən bir ərazidədir, biri daha çox uzaqdadır. Yəni bir neçə ailə burada yaşayır və ərazisi də genişdir təbii ki o ailənin. Bu olur dağınıq formada. Yəni orada komplekt şəkildə bir neçə yaxud 10 dənə, 20 dənə, 30 dənə ev bir yaxın məskunlaşmayıb da, ayrı-ayrıdır bunlar. Bunlara məsələn rançoda, belə deyək də fazendada belə deyək adlandırırlar. Həmin bu məskunlaşma formaları. Sonra biz burada digər məsələ bu hansı ərazilərdə yayılıb? Təbii ki biz burada qeyd edəcəyik ki, məsələn bu formada məskunlaşma formaları Amerikada ərazisi daha çox olan, mənimsənilməsi belə deyək də daha az olan, geniş sahələr tutan belə deyək, Amerikadır, Avstraliyadır, Şimali Avropa ölkələridir, Mərkəzi Asiyanın ölkələrinin bir sıra hissələri, bir neçə ölkəsi bura daxildir. İndi burada məsələn dağınıq formada olan ölkələr var. Məsələn ABŞ-dır, Kanadadır, Mərkəzi Asiyadır, Şimali Avropadır, Avstraliyadır. Qrup şəklində bayaq qeyd elədik Avropa, Asiya, Afrika və Azərbaycanda bu formalar var. Bəs şəhər anlayışı nədir? Şəhər anlayışı yəni əhalinin yenə deyirəm müəyyən say formasında, müəyyən sayda olan, yəni bu şəhər anlayışı dünyada müxtəlifdir təbii ki və əhalinin çox hissəsi xidmət sahəsi ilə məşğul olan ümumiyyətlə yaşayış məskunlaşma formasıdır. Baxın məsələn Şimali Avropa ölkələrində məsələn şəhər əhalisinin sayı 200 nəfərdir. Burada məsələn baxın Kanadada 1000 nəfərdir, Avstraliyada 1000 nəfərdir, ABŞ-da, Meksikada 2,5 min nəfərdir, İranda, Hindistanda 5000 nəfərdir, Yaponiyada 30 min nəfərdir. Görürsünüz bu müxtəlifdir. Yəni müxtəlif ərazilərdə əhalinin belə deyək şəhər anlayışı, yəni dövlətin, ölkənin şəhər anlayışı tamam fərqlidir say baxımından. Urbanizasiya nədir? Urbanizasiya ümumiyyətlə şəhər əhalisinin ölkə daxilində çoxalmasıdır. Yəni şəhər həyat tərzinin çoxalması urbanizasiya adlanır. Şəhər əhalisinin artımı urbanizasiyanın məsələn inkişafına səbəb olan
təsirlərdəndir. Məsələn, şəhər əhalisi sürətlə artır. Əhalinin təsərrüfatı əsasən böyük şəhərlərdə cəmləşir. Yəni şəhər əhalisinin sayı çoxaldıqca burada təsərrüfatlar da təbii ki, çoxalacaq. Yəni bütün təsərrüfatlar şəhərə belə deyək də aparılacaq, cəmləşəcək. Necə bizdəki Bakı şəhərində olduğu kimi bütün belə deyək sahələr orada cəmləşməyə doğru gedir. Şəhərlər genişlənir və şəhərlər böyüdükcə də təbii ki, ətrafı böyüdükcə də aqlomerasiyalara, onlardan meqalopolislərə çevrilir. İndi isə gəlin bir maraqlı statistikaya baxaq. Deməli, burada şəhər əhalisi ilə və kənd əhalisinin 2030-cu ilə qədər, yəni 1950-ci ildən 2030-cu ilə qədər artmasını göstərib. Baxaq görək ki, məsələn 1950-ci ildə fikir versiniz, kənd əhalisi çox üstünlük təşkil edirdi. Bu tendensiya yavaş-yavaş azalaraq şəhər əhalisinin sayı artdı və nəhayət demək 2005-ci ilə qədər kənd əhalisi şəhər əhalisindən üstün sayda olmuşdu. Və 2005-ci ildən etibarən fikir verirsiniz, şəhər əhalisinin sayı getdikcə artır və artmaqda da davam edir. İndi burada bəzi belə deyək də urbanizasiyanın yüksək olduğu ölkələr var. Məsələn, Avropa inkişaf etmiş ölkələri biz götürəcəyik. Rusiyadır, Yaponiyadır, ABŞ-dır, Kanadadır, Avstraliyadır, Latın Amerikasıdır, Səudiyyə Ərəbistan. Bunlar inkişaf etməkdə olan ölkələrdən var. Bu sırf iş ilə bağlı olaraq digər ölkələrdən və yaxud da ki, regionlardan həmin şəhərlərə doğru axın var. Latın Amerikası da həmçinin Səudiyyə Ərəbistanıdır, Küveyt, Liviyadır, bax bunlardır. Və ən çox da urbanizasiyası inkişaf etmiş ölkələrdədir. İnkişaf etməkdə olan ölkələrdə də var. Urbanizasiya səviyyəsi orta olan ölkələr var. Məsələn, Çindir, Hindistandır, İndoneziyadır, Afrikadır, Misirdir, Madaqaskardır. Urbanizasiya səviyyəsi aşağı olan ölkələr, daha belə də kasıb olan ölkələr var ki, məsələn, Laosdur, Vyetnamdır, Çaddır, Nigerdir, Sudandır, Nepaldır, Efiopiyadır. Bunlar daha azdır. Burada da məsələn xəritədə göstərilir bu həmin hissələr, həmin rəqəmlər. Yəni orta səviyyədə olanlar, yüksək belə deyək, səviyyədə olanlar, fikir verirsiniz Avstraliya, Avropanın şimal hissələri, burada Venezuela, Argentina bu kimi ölkələrdə də, Latın Amerikası ölkələrində də var. Urbanizasiya səviyyəsi regionala görə bu kitabda olan bir hissədir. Da fərqlənən hansılardır? Məsələn, Şimali Amerika fərqlənir, Latın Amerikası fərqlənir. Sonra Avstraliya və Okeaniya, Asiya və Afrika urbanizasiya səviyyəsinə görə regionunda fərqlənir. İndi isə biz qeyd elədik ki, aqlomerasiya. Bəs aqlomerasiya nədir? Aqlomerasiya böyük bir şəhər, bunun ətrafında olan peyk şəhərlərlə kompakt şəkildə formalaşan bir şəhər toplusudur, belə deyək. Bu şəhərlər əsas şəhər mərkəzdən, məsələn, burada fikir versək sxemə, Moskva şəhəri əsas mərkəz şəhərdir, nüvə şəhər də deyirlər. Onun ətrafında olan, məsələn, Dubna, Klein kimi, sonra nə bilim, Serpuxovdur, sonra Sergiyevdir, Zuyevodur, nə belə qəribə-qəribə adlar var. Bunlar adlanır peyk şəhərlər. Yəni Moskvanın ətrafında olan bu peyk şəhərlər ilə birlikdə aqlomerasiya adlanır. Aqlomerasiya dünyada əsasən 6 ölkəsində daha çox üstünlük təşkil edir. Həm burada inkişaf etmiş, həm inkişaf etməkdə olan ölkələrdə də var. Deməli, Çində, Hindistanda, sonra Braziliyada, sonra Rusiyada, sonra ABŞ-da, sonra Meksikada, bax bu kimi ölkələrdə daha çox aqlomerasiyanın çoxluğuna görə neyinir? Fərqlənir. Bax məsələn, burada ən iri aqlomerasiyada, yəni Yaponiyada Tokyo. Təsəvvür edin 38 milyon nəfərdir. Meksiko, New York, San Paulo. İndi gəlin baxaq bir xəritədə bunlara. Deməli, məsələn, Sakit Okean sahillərində Los Angeles aqlomerasiyası, böyük göllər ətrafında Detroit, Atlantik Okean sahilləri New York, sonra Meksikada Mexico, Rio de Janeiro, San Paulo, Buenos Aires,
sonra Lagos, sonra Qahirə Afrikada, Avropada London, Paris, Roma, e, Rusiyada Moskva, sonra deməli Pakistanda Karachi, deməli Hindistanda Mumbai, sonra Dehli, New Delhi, Kəlküttə, Dəccə, Jakarta, İndoneziyada, sonra Pekin, Çində, sonra Şanxay, Seul, Tokyo, Osaka və bu kimi belə deyək, aqlomerasiyalar mövcuddur. Aqlomerasiyalar da özü birləşərək, yəni böyüyərək, məsələn 2 aqlomerasiya birləşib böyük bir meqalopolis çevrilə bilir. Bu da meqalopolis adlanır. Ən böyük meqalopolis dünyada fərqlənən 6 dənədir. Məsələn, Şimali Amerikada qərbində Sansandır, Sakit Okean sahilində. Göllər ətrafında Tit-Pitsdir, sonra şimal-şərqində Amerikanın Boz-başdır, sonra Avropada İngiltərə Rainbow'dur, bir də ki, Yaponiyada Tokaydodur. Fikir verin, indi ABŞ-da yerləşən meqalopolislərə baxaq. Məsələn, Sansan meqalopolisi, bunun tərkibində hansı belə deyək, aqlomerasiyalar var? Məsələn, Sacramento, San Francisco, Los Angeles, San Diego, bunlar aiddir Sansana. Hansılar orada? Sacramento, San Francisco, Los Angeles, San Diego. Sonra göllər ətrafı Tit-Pitsdə adlanır. Deməli, burada Detroit, sonra Chicago, bu Çinin Chicagosudur. Cleveland, Detroit, bir də Pittsburgh. Pittsburgh. Yəni Chicago, Detroit, Cleveland, bir də Pittsburgh aiddir göllər ətrafı meqalopolisinə. Sonra Boz-baş belə deyək, meqalopolisi var. Bostondur, New Yorkdur, Philadelphia'dır, Baltimore'dur, Washingtondur. Bunlar da Boz-baş belə deyək, meqalopolisinə aiddir. Boston, New York, Philadelphia, Baltimore, bir də Washington. Bax, bu ABŞ ərazisində olan meqalopolislərdən biri idi. Avropa ərazisində də əsasən biz fikir versək, bunlar daha çox test tapşırıqlarında düşür deyə bunlara da göz gəzdirmək istədim. Məsələn, göy banan, yaşıl banan, qızıl banan deyilən bir meqalopolislər var Avropada. Gəlin baxaq görək bunlar hansı belə deyək, şəhərlər aiddir. İngiltərədən məsələn London, Liverpool, Manchester, Birmingham, sonra deməli burada Amsterdam, Rotterdam, Belçikada, Hakka, sonra daha doğrusu Niderlandda, Belçikada, Brüssel, Antwerpen, Fransada Paris, Strasbourg, sonra Lille, Almaniyada Stuttgart, Münhen, Rennes, Frankfurt, Main, deməli Nuremberg kimi şəhərlər bura daxildir. İsveçrədə Zürixdir, Bazeldir. İtaliyada Milandır, Turindir, Genuyadır. Bax, bu kimi şəhərlər göy banan meqalopolisinə daxildir. Bəs yaşıl banan meqalopolisi harda yerləşir? Əsasən Şərqi Avropa hissəsində yerləşir. Gdansk, Varşava, sonra Bratislava, Viyana, Budapeşt, Zaqreb kimi şəhərlər bura daxildir. Qızıl banan isə Cənubi Avropa regionuna əsasən düşür. Deməli, Lyon, Nitsa, Marsel, Toulouse, Fransa ərazisində, Barcelona, Valensiya isə İspaniya ərazisinə düşür. Nitsa, Lyon, Toulouse, Marsel, bir də ki, İspaniya ərazisində Barcelona, Valensiya bu əraziyə düşür. Bir də ki, burada kitab dərslikdə gələcəyin şəhər modelləri var ki, yəni gələcəkdə belə şəhər modelləri planlaşdırılır. Deməli, Dubayda məsələn üzən şəhər modeli var. Sonra Braziliyada okean dibində şəhər modeli planlaşdırılıb, layihəsi var. ABŞ-da isə nəhəng göydələnlər üzərində yerləşən şəhər modeli mövcuddur.